السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. İmam Hüseyin əleyhissalam da ki öz canı ilə, malı ilə, qüdrəti ilə, 6 aylıq körpəsi ilə, Həzrəti Əbəlfəz kimi qardaşı ilə, xanım Zeynəb salamullah əleyha kimi bacısı ilə Allah yolunda hər şeyindən keçmişdi. O Allahla dostluq ona elə bir məqam verdi ki, ona belə bir əzəmət verdi ki, bütün dünya bu gün qalxa istəyə İmam Hüseyin ağanı isbat eləsin, İmam Hüseyin ağanın həqiqətin söyləsin dünyaya, İmam Hüseyin ağanı olduğu kimi dünyaya çatdırsın, acizdir dünya bunun qarşısında. İmam Hüseyin əleyhissalamı çatdırmağın misalı yalnız mümkün qədəri bugünkü ərbəyindir. Bugünkü ərbəyindir ki, dünyanı mat-ı mətəl qoyubdur. Dünyanın şahları, dünyanın milyarderləri, milyonerləri, bütün sərvətlərin üst-üstə qoysalar, hamısını birlikdə xərcəsələr, belə bir ərbəin səhnəsi ortaya çıxarda bilməzlər. İmam Hüseyin əleyhissalamın məqamının çox az hissəsinin təzahür olmasıdır ərbəin bugün. Hələ İmam Hüseyin ağanın məqamı bundan qat-qat ucadır ki, dünyanın dörd bir yanından əli yalın, ayağı yalın, insan var evindəki əşyaların satır gəlir İmam Hüseyin ağaya nökərçiliyə. İnsan var ayaqları yoxdur, sürünə-sürünə gəlir İmam Hüseyin ağanın qapısına. Nədir bu eşq, nədir bu ağıl, nədir ki dünya bunu dərk eləyə bilmir bu günləri? Əgər bir insan ilahi rəngə boyanarsa, Allah insana belə dəyər verir. Allah insanı belə ucaldır. Kərbəla kimi dünyanın ucqar bir yerində, dünyanın o başında, küçük bir şəhərdə Həzrəti Hüseyin öz qanın Allah üçün qurban verdi. O qanın dəyərinə Allah Müteal bu günləri Kərbəlanı qəlblərin qibləsi eləyibdir. İmanın qibləsi eləyibdir. Gör insana Allah Müteal necə dəyər verir. Həzrəti İbrahim Kəbə evin tamir eləyəndən sonra Allah dedi, çağır mənim bəndələrimi Kəbə evinə tərəf. Dedi, ilahi mən ki çağıraram, mənim səsim nə qədər yerə gedər. Dedi, sən çağır, qalanı mənlikdir. Sən vazifən budur ki çağırasan. Həzrəti İbrahim çağırdı. Allah Müteal onun səsi ilə bugün Kəbəni doldurdu. Amma o Allah qurban olduğum Həzrəti Hüseyin ki qanın verdi, balasın verdi, canın verdi bu yolda. Heç çağırmadan Kərbəlaya elə bir möcüzə yarattı Allah Müteal. Həzrəti Hüseyin deməmişdi ki, elə dəstə-dəstə milyonlarla gəlin mənim ziyarətimə. Bu sözlər tam-tamına bugünkü kimi deyilməmişdi. Amma Allah elə bir dəyər verdi, elə bir qiymət verdi bu qana ki, dünyanın dörd bir yanında tüm sosial medyalara nə qədər təzyiqlər olunur ki, hələ bunlar çatdırılmasın dünyaya, bunlar göstərilməsin dünyaya. Allah Müteal yenə də öz nurunu tamamlayır. Kərbəla bugün ərbəin bunun sadəcə küçük bir misalıdır. Allah Teala Kur'an-ı Kerim'de bir misal vurur. Deyir, onlar istəyirlər ki, Allah'ın nurunu öz ağızlarından üfürməklə söndürələr. Bu misalda çox gözəl bir nöqtə var. Yəni insan hansı nuru ağzı ilə söndürə bilər? O çox küçük mum, şam ki yandırırsan, onu söndürmək istəyərsən, bir balaca üfləyərsən, o sönər. Amma böyük ateşləri ağıllı insanlar qəbul eləməzlər ki, bir balaca üfürməklə sönsün. Onun üçün Allah bu misalı vurur bizə ki, bu insanlar, bu dünya hamısı üst-üstə gələlər, hamısı cəm olalar ki, mənim nurumu söndürələr mümkün deyil.
Bunların ağlı yetmir, bunlar qəbul eləyə bilməyiblər, bunlar anlamayıblar həqiqətin nə olduğunu. Onun üçün dünya bugün çalışır ağzı ilə üfürsün, söndürsün bu nuru. Amma bu nur o qədər küçük bir nur deyil ki, ağızdan üfürməklə sönsün. Allah-u Teala İmam Hüseyin ağaya elə bir məqam verdi ki, İmam Həsən Əskəri əleyhissalatu vesselam buyurur ki, müminin 5 dənə əlaməti var. Sayır onları bir-bir. Biri budur ki, mümin 51 rükət namaz qılar gündə. İkincisi budur, sağ əlinə üzük taxar. Üçüncüsü, alının səcdəsini toprağa eləyər. Dördüncüsü odur ki, namazda Bismillahın ucadan deyər. Beşincisi ziyarət-i ərbəindir. Müminin nişanəsidir ərbəin. Allah deyir, bilmək istəyirsən, səndə bu nişanələrdən var, biri ərbəindir. Məlumdur bizim üçün ki, Əhl-i Beyt Allahdan başqa bir söz deməz. Allahın sözündən başqa söz deməz. İmam Həsən Əskəri ağa buyurur ki, müminin nişanələrindən biri ərbəindir. Ki, hər kim bu yola gedərsə, Allah bu yolda ona dəyər verər. Əziz mərhum rəhbərimiz bir alimin adından deyir. Deyir, ona dedilər ki, nə olub sizə, niyə Aşuranı bu qədər böyüdürsünüz? Niyə Aşuranı bu qədər böyük qeyd edirsiniz? Dünyanın hər yerində 10 gün cəm olursunuz ki, Aşura məclisi keçirəsiniz. Deyir, alimin gözəl bir cavabı var idi. Deyir, biz bu yanlışı bir dəfə Qədirxumda elədik. Böyük məclislərlə bunu insanlara göstərmədik, təcrübə qazandıq. Qısa zaman sonra dedilər ki, Qədirxum olmayıb. Onun üçün də Aşura bizim vəzifəmizdir bugün. Ərbəin bizim vəzifəmizdir bugün. Özü də elə bir vəzifədir ki, Allah bunu qoruyur, saxlayır, əzəmət verib. Allah buyuruşa ki, bütün dünya bugün bu yürüşün qarşısında aciz qalıb ərbəin yürüşünün. Aşuradan biz iki şey əldə eləməliyik. Çalışmalıyıq ki, biz bu məktəbdən qazanaq, biz bu məktəbdən bir şey əldə eləyək. Biri budur, Aşuranın dərslərin iyi öyrənməliyik, yaxşı öyrənməliyik. Aşuranın dərslərin vəfa dərsidir, sadiqlik dərsidir, Allaha kölə olmaq dərsidir, imama necə imam kimi baxmaq lazımdır dərsidir. Bu dərslərin hepsini biz Aşura və Ərbəindən iyice öyrənməliyik. İkinci ki, əlbəttə bu da dərslərdən biridir, ibrətdir. İbrət almalıdır insan Aşuradan ki, yəni o yanlışlar ki Aşurada yapıldı, edildi, ona görə İmam Hüseyin ağanın qanı töküldü. İnsan baxmalıdır bu okula, bu məktəbə, o yanlışlar təkrarlanmasın. Bu məktəbdən ibrət almalı olsun. Nə oldu ki, Həzrəti Əli əleyhisselamın 20 illik şəhadətindən sonra Həzrəti Əlinin balasın, Peyğəmbərin balaların, qızların gəldilər, çoxusun xanımları əsir elədilər, bəyləri də şəhid elədilər. Peyğəmbərin torunlarını şəhid elədilər. Nə idi bu insanlar? Məyər xəbərləri yox idi Peyğəmbərin dinindən. Peyğəmbərin dininin ən çox danışıldığı yerlərdən biri Küfə idi. Bunlar elə deyildi ki, xəbərləri yox idi. Bu idi insanları İmam Hüseyin ağadan ayrı salmaq, heç ayrı salmaqdan əlavə imamın başın xəncərdə, nizələrdə gəzdirən bu idi ki, insanlar qəflət eləmişdilər, ibrət götürə bilməmişdilər özlərindən öncəki tarixlərdən, hadisələrdən.
Onun üçün də qəflət elədilər, minlərlə insan sustu, minlərcə insan danışmadı. Hamısı bunu bilirdilər, görürdülər. Necə ki, bugün Ərbəin yürüyüşü ki, bir möcüzədir, dövrümüzün bir möcüzəsidir. Milyarlarla insan qalıb malt-ı mətəl bunun uğrundakı dünyanın heç bir nöqtəsində, heç bir dinində, heç bir əqidəsində belə bir şey yoxdur. Sən hər şeyindən keçərsən, 80 kilometr ən az yerindən elə başlasın, təqribən 80 kilometri sən piyada yola düşəsən, ayaqla yeriyəsən, ayağı olmayan da əlləri ilə sürünə-sürünə getsin. Amma dünya bugün bunu da gizlədir və susur. Dünyanın özlərinə sərf eləyən yerlərində, özlərinə uyğun olan yerlərində ən küçük bir hadisə baş verərsə, onu dağ boyda büyüdərlər, dünyaya reklam eləyərlər. Onu özlərinin insanlıq nümunəsi kimi göstərərlər. Əgər bir gün düşələr sokaklarda su paylayalar, onu tüm dünyaya elan eləyərlər ki, biz insanlara su payladıq. Amma Ərbəin kimi möhtəşəm bir möcüzəni bugün susublar, istəmirlər dünya tanısın. Çünki bunların hədəfi insanlıq deyil. Çünki bunların hədəfi dəyərlər deyil. Həqiqi dəyərlər İmam Hüseyin ağanın məktəbindədir. Bunlar qorxurlar. Çünki İmam Hüseyin ağanın məktəbi tanınsa, bunların nə qədər puç və dəyərsiz olduqları, illərlə, təbliğatla özlərin dünyaya xilaskar kimi çatdırmaqlarının nə qədər boş olmağı ortaya çıxacaq. Necə ki, bugün tarixin hadisələri bugün təkrarlandıqca bunların iç üzlərini ortaya çıxarır. Qur'an-ı Kərim gözəl şəkildə bu xüsusiyyətlərə cavab verir. Buyurur ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاءُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا. Buyurur ki, çünki bunlardan həqiqi xəlifələrdən, həqiqi rəhbərlərdən, həqiqi insanlardan sonra bir dəstə insanlar gəldilər yer üzünə ki, xəlfun ədaus salə, bunlar namazı zay elədilər. Namazları mahv elədilər. İbadətlərin həqiqi nurunu, rəngini, qoxusunu ondan aldılar. İnsanlara saxta din təqdim elədilər. İnsanlara saxta ibadətlər təqdim elədilər. Öz ibadətləri ilə istədilər İslamı məhv eləyərlər. İçi boş bir din insanlara təqdim eləyərlər. İkincisi, وَاتَّبَعُوا الشَّهَوَاتِ ki, insanlar şəhvətlərinə tabi oldular. Şəhvətlərin özləri üçün Allah qərar verdilər. İnsanlara dünyada şəhvəti necə təqdim elədilər? Şəhvəti insanlara azadlıq kimi təqdim elədilər. Bugün gördüyümüz bütün günahları, bütün fəsadları ki, 20 il bundan öncə desəydilər, 20 il sonra böyle bir fəsadlar çıxacaq ortaya, biz gözlərimizə inanmazdıq, qulaqlarımıza inanmazdıq. O zamanda bugünün fəsadların dünyaya müasirlik, azadlıq, özgürlük kimi tanıtdırdılar ki, bugün insanları bu özgürlük deyilən fəsada qul elədilər, kölə elədilər ki, baxın siz belə olmalısınız. Çünki insan həqiqətləri anlasa, həqiqətlərdən ayrı düşməsə, bunlara kölə ola bilməz. Bu fiskə, fəsada kölə ola bilməz. Bunun bir yolu var. Dini zayi eləməlidirlər. İnsanları şəhvətlərinə, istəklərinə kölə etməlidirlər və bunu insanlara azadlıq, özgürlük kimi təqdim eləməlidirlər. Bu günləri dünyaya bunun yanlış olduğunu ən güzel şəkildə anlatan nədir? Ərbəyindir. Ərbəyindir.
Orada sözler konuşmur. Orada insanların hərəkətləri konuşur. Orada insanların həqiqətləri konuşur. Onun üçün Allah Müteal Peyğəmbər-i Əkrəmə buyurdu ki: "Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba." Deginən, bütün bu zahmətlərimin qarşılığında sizdən yalnız və yalnız Əhl-i Beytimə sevgi istəyirəm. Əhl-i Beytimə məhəbbət istəyirəm. Niyə biz Əhl-i Beyti sevməliyik? Niyə biz məvəddətimiz, sevgimiz Allahın ailəsinə, Allahın Peyğəmbərinin ailəsinə olmalıdır? Bu onun üçündür. İnsan hər hangi bir şeyə sevgi bəsləyərsə, o sevginin uğrunda onun meylinə görə çox işlərdən, zorluqlardan rahat şəkildə keçər. Allah da istəyir ki, bizim sevgimiz, manəviyyətimiz Əhl-i Beytin sevgisi ilə yaşasın ki, biz ona uya bilək. O sevgini bugün orada yaşaya bilək ki, Allahın dini həqiqətən də necə olmalıdır, bunu dünyaya çatdıra bilək. Çünki dünyada sevgi bəslənəcək ən dəyərli şey, sevgi bəslənə biləcək ən əzəmətli və əldə qalacaq şey Peyğəmbərin Əhl-i Beytidir. Və tarix boyu da hər kim bu Əhl-i Beytin sevgisindən uzaq düşüb, dindən də məhrum olub, imandan da məhrum olub, sevgidən də məhrum olub. Ki, bu bizə özü bir ibrətdir ki, tarix boyu baxdıqca, gördükcə bizi hiss eləməliyik ki, artıq bu yanlışlar təkrar olunmamalıdır. Bunun ən gözəl nümunəsi bugün Ərbəyindir. Bunun ən gözəl işarəsi bugün Ərbəyindir. Ərbəyin elə bir məktəbdir ki, orada söz konuşmur. Orada yalnız və yalnız baxsın görərsən ki, həqiqət nədir? Dünya bilirsiniz nə zaman xilas ola bilər? O zaman xilas ola bilər ki, Ərbəin əqidəsi dünyaya hakim olsun. Əgər bilmək istəyirsiniz, din dünyaya hakim olsa, dini dəyərlər dünyada hakim olsa, dini hökmlər dünyada hakim olsa, necə bir dünya ortaya çıxacaq? Bunun üçün Ərbəyinə baxmağımız kifayətdir. Selamun aleyküm şeyh. Bunun üçün Ərbəyinə baxmağımız kifayətdir ki, baxın, əgər din bir zaman gələrsə, dünyaya hakim olacaqsa, dünya Ərbəyinə dönər. Əgər ailə dini hökmlərin içində, qanunları çərçivəsində kamilləşərsə, ailə Ərbəyinə dönər. Elə bir dünya olacaq ki, o dünyada kimsə hakimlik uğrunda çalışmır. Kimsə kimisə əzmək üçün çalışmır. Heç tanımadığın insanların ayaqlarını ovmayla sən yaşamaq istəyirsən. Heç tanımadığın insanların uğrunda bir illik zahmətivi harcayırsan ki, ilahi eşqə yetişə biləsən. Həqiqətən də dini bundan başqa, dinin hakimiyyətini heç bir söz bu cür aşkar eləyə bilməz. Ərbəyinin dəyəri bundadır. Ərbəyin, yəni dinin zahir olması. Həzrəti Hüseyn ki, qanın verdi Allah üçün, canın verdi Allah üçün, Allah onun uğrunda bir səhnə yaratdı, Ərbəyin səhnəsi. Bu səhnəni yaratmağa nə maddi pulun, nə imkanın, nə şahlığın, nə qüdrətin heç birinin gücü yetməz. Necə ki, bunu dağıtmağa gücü yetmir. Elə bilirsiniz, azdır bugün təbliğat ki, Ərbəyini insanların gözündən salsınlar, insanlığı insanların gözündən salsınlar. Çün bu işin arxasında Allah durub, çün bu işin qiymətin Allah verib, ona görə də Ərbəin yaşayıb və yaşayacaq. Səddam kimi zalimlər gəldilər, illərlə yolları bağladılar. İllərlə Həzrəti Hüseynlə, Həzrəti Əbəlfəzlə düşmənçilik elədilər. Girirdilər hərəmə, silahı tuturdular zirəhə, deyirdi sən də Hüseyn, mən də Hüseyn. Görək kim qalib gələcək. Allah göstərdi bizə ki, o Hüseyn qalib gələcək ki, o Hüseyn mənim yolumda şəhid olub. O Hüseyn mənim üçün yaşayıb. O Hüseyni ki,
az miqdarda dünya vəsaiti əllərində olmasına baxmayaraq dünyanı bugün heyrətə salıbdır. Müsəlman da gedir, qeyri-müsəlman da gedir, şiə də gedir, sünni də gedir. Bütün insanların vəhdəti bugün orada cəm olubdur. Onun üçün Peyğəmbər-i Əkrəm hədisdə buyurur ki, Hubbu ali Muhammedin yevmən xeyrun min ibadəti sənətin. Bir gün Peyğəmbər ailəsini sevmək 100 illik ibadətdən xeyirlidir, üstündür. La yu'minu abdun, bir bəndə olmaz, hətta əkunə əhəbbə iləyhi min nəfsihi. Ta o zamana qədər ki, bir insan məni özündən çox sevmir, o mümin ola bilməz. Və əhli əhəbbə iləyhi min əhlihi. Və mənim ailəmi öz ailəsindən daha çox sevməlidir ki, imanın nuru onun qəlbinə otursun. Və əhli əhəbbu iləyhi min əhli və itrati əhəbbu iləyhi min itratihi. Və mənim itrətim insanlar arasında öz itrətlərindən daha üstün olmalıdır. Bilirsiniz bu nə zaman ortaya çıxır? Həzrəti Peyğəmbər Allahın əmri ilə Qədirxunda da Həzrəti Əlini öz yerinə qoyanda orada da elan elədi. Dedi, mən sizdən daha üstün deyiləmmi? Dedilər, bəli. O insanlar ki, Peyğəmbərin sözün özlərindən üstün görmədilər, gəldilər onun cəzasını Həzrəti Əlinin vilayətindən ayrı düşməklə çəkdilər. Tarix boyu da belə olmalıdır. Vilayət Həzrəti Əlinin vilayəti ilə bitmədi. Bu bir başlanğıc idi. İmam Hüseyn ağanın vilayəti də bunun davamıdır. İmam Zaman əleyhissalamın vilayəti də bunun kamilləşməsidir ki, insanlar gərək bu vilayətdən ayrı düşməyələr. Əgər ayrı düşərlərsə, tarixdə necə bir qövm vilayətdən ayrı düşüb cəzalanıblar, hər zamanda belə olacaq. Onun üçün də çox diqqətli olmalıyıq biz. Ziyarət-i Ərbəində buyurur ki, Əssəlamu alə əsiril kurbat və qatilil əbərat. Salam olsun o Hüseynə, o ağaya ki, göz yaşlarının şəhididir. Göz yaşları uğrunda şəhid olub. Əsiril kurbat, bəlaların əsiri olan Hüseyn. O Hüseyn ki, bəlalar hər tərəfdən ona hücum eləmişdilər. Niyə? Çünki Hüseyn əleyhissalatu vəssalamı dünya tanımamışdı. Vilayəti tanımayan dünya bədbəxt dünyadır. Vilayəti tanımayan insanlıq bədbəxt insanlıqdır. Nə qədər ki, dünyada Əhl-i Beytün vilayəti yerinə oturmaya, dünya xilas ola bilməz. Həzrəti Zəhra salamullah əleyha buyurur, deyir, əgər haqqı əhlinə versəydilər, yer üzündə 2 kişi belə ixtilaf eləməzdi. Yəni bizim bütün müşküllərimiz vilayətdə olan müşkülə qayıdır. Əhl-i Beytün vilayətini tanımamağa qayıdır. Bugün Ərbəyin ən gözəl çıraqdır. Ərbəyin ən gözəl yoldur ki, insan bu yolu getməlidir, başlamalıdır ki, bu yol insanı Allaha yetişdirir. Bu yol insanı həqiqətə yetişdirir. Niyə? Çünki buyurur ki, və bəzələ muhcətəhu fikə liyəstənqidə ibadəkə minəl cəhaləti və heyrəti vəlaləti. İmam Hüseyin ağa öz qanın qurban verdi ki, deyir, ilahi, sənin bəndələrini zəlalətdən xilas eləsin, cəhalətdən xilas eləsin. Cəhalətdən xilas olmağın yoludur Həzrəti Hüseyin. Cəhalətdən xilas olmağın yoludur Ərbəyin. Dünyanın heç bir yanında, heç bir yerində bunu dərk eləmək, görmək mümkün deyil. Çünki əgər
Əgər ərbəin olmasaydı, bunlar bizə yalnız və yalnız qələm kitab üzərində gəlib yetişəcəkdilər. Amma bugün Allah ərbeinlə hüccətin elə tamamladı ki, biz də gözümüzlə görürük bu həqiqətləri. Onun üçün bu qədər işğənd olunur, bu qədər işğal gətirilir ərbeinə ki, insanları ayılmağa qoymasınlar, insanları qəflət yuxusunda görməyi sevir bu dünya ki, insanlar qəflətdə olsunlar. Ləm tunəcciskəl cahiliyyətu bi əncalsiha və ləm tulbiskəl mudləhimmaltu min thiyabiha. Buyurur ki, cahiliyyət səni kəndi pisliklərinə kirlətmədi. Dünya bu qədər cəhalətinə baxmayaraq, Həzrəti Hüseyni öz bu nəcasətinə gətirib yetişdirə bilmədi. İmam Hüseyin ağa bir nur kimi ağıllı insanların gözünün qarşısında qaldı ki, bir zaman gələcək, seçim qarşısında qalsız əgər, bilin innəl Hüseynə misbahul huda, Hüseyndür hidayətin çırağı ki, bu günləri Hüseyndən başqa kimdir sizə həqiqətləri göstərə bilən? Həzrəti Hüseynin ərbəinindən gözəl çıraq mı var dünyada ki, ildə bir dəfə təkrar eləyir, hər biriniz gəlün vəhdətüz olsun. Ərbəinin bizə mesajları var. Ərbəin susqunluq deyil. Ərbəin sadəcə ayaqların addımlarından ibarət deyil. Ərbəin bizə mesaj göndərir. Nədir bu mesaj? Bu mesaj ixlas mesajıdır. Biri budur. Əgər sən Allah üçün ixlasla yaşayarsansa, ixlasla həyat sürərsənsə, bax Allah ixlasa qiymət verir. Bax Allah dəyər verir onun üçün çalışan insanlara. İkincisi vəhdətdir. Dünyanın hər yerində bugün çağırırlar, yalandan səhnələr qururlar. Gəlin vəhdət eləyək, amma bu yandan məzlumun evin dağıdırlar, məzlumun evin xaraba qoyurlar. Körpələr susuzdular, acdılar. Dünya bunu görür, kör olur, amma dünyanın başqa yerlərində vəhdətdən danışırlar, insanlıqdan danışırlar. Əgər bir kədi, bir köpək, özür dilərim, ölürsə bunların sarayının qarşısında yanında matəm saxlayırlar. Dünyaya özlərin qurtuluş mələyi kimi çatdırmaq üçün. Amma İmam Hüseyin ağanın məktəbi aşkar elədi ki, bunların dərdi insanlıq deyil. Bunların dərdi insanlıq olsaydı, milyonlarla insan acından ölməzdi. Bunların dərdi həqiqət olsaydı, milyonlarla insan, körpələr və qadınlar bu qədər silahların altında öldürülüb qətlə yetirilməzdi. Üçüncü mesaj, ərbəin mesajı bizə təfəkkür mesajıdır, düşüncə mesajıdır. Düşünməlisən, ərbəin sənə göstərir ki, dinin, ibadətin zahiri səni aldatmasın bu dünyada. Din, əgər o ruh ondan alınarsa, saxta bir zahiri əməllərdən başqa bir şey deyil. Amma o ruh qorunduğunda din olur həqiqi din. Onun üçün düşünməliyik, təfəkkür eləməliyik ki, həqiqi din necə olur və necə olmalıdır. Təvəlla və təbərra mesajını verir bizə ərbəin ki, Allahın dostu ilə dost olmalısan, Allahın düşməni ilə düşmən olmalısan və Allah yolunda isarda bacarıqlı olmalısan. Allah yolunda qurban verməyi bacarmalısan. Allah yolunda qurban verməyi bacarmasın. Allah-u Teala'nın dinində həqiqətlərə yetə bilməzsən. Quran buyurur ki, "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun." Sevdiklərindən Allah yolunda harcamadıqca həqiqətə yetişə bilməzsən, Allaha yetişə bilməzsən. İmam Hüseyin ağa bunun bizim üçün ən gözəl nümunəsidir. Bir səhnə yaratdı İmam Hüseyin ağa. Aşura səhnəsi, zikr-i müsibət eləyək inşallah sonra. Məddah qardaşımız da mərsiyəsini oxuyar. Aşura səhnəsi bizə göstərdi ki, elə insanlar da olub dünyada,
hər şeyindən keçməyə qadir olublar. Aşura səhnəsi bizə göstərdi ki, insan bəzən 6 aylığından da keçməlidir Allah üçün. Aşura səhnəsi bizə göstərdi ki, bu dünya çox vicdansız dünyadır. Çox vicdansız dünyadır. Bu dünya Peyğəmbər balasının başını xəncərdə gəzdirdən dünyadır. İnsan əgər günahlara kölə olarsa bu dünyada, insan Allahdan uzaq düşərsə bu dünyada, elə bir zaman gələcək ki, Peyğəmbər balasının başı xəncərlərdə, nizələrdə gəzər və insanlıq buna susar. Peyğəmbər balası ki, gəlmişdi insanları xilas eləsin, amma o qafil insanların gözü qarşısında hər kəs öz cənazəsini dəfn elədi, amma Peyğəmbər balasının cənazəsi günlərlə günün altında qaldı. Həzrəti Zeynəb səlamullah əleyha o qədər əsirlikdən sonra, Şamın bəlalarını görəndən sonra, Küfənin bəlalarını görəndən sonra nəql eləyirlər ki, 40 gündən sonra o qərib qardaşının ziyarətinə gəldi Kərbəlaya. Cabir ibn Abdullah gəlmişdi İmam Hüseyin ağanın ziyarətinə. Yaşlı bir kişi idi, gözləri də görmürdü. Tələbəsi Ətiyyəyə deyir, dedi ki, Ətiyyə məni apar Peyğəmbər balasının ziyarətinə. Ətiyyə deyir, gəldik Kərbəlaya ki, yetişdik. Dedi, Ətiyyə məni apar Fıratın yanında qusl eləyim. Peyğəmbər balasını ziyarət etmək istəyir. Ətiyyə tutu deyir, gətirdim Fıratın yanına. Cabir ibn Abdullah qusl elədi. Elbisələrini dəyişdi. Ağlaya-ağlaya dedi, məni apar Hüseynin qəbrini. Gəldik, deyir, Həzrət İmam Hüseyin ağanın o pak mütəhər qəbrinin yanına. Dedi, Ətiyyə, mənim əlimi qoy Peyğəmbər balasının məzarına. Deyir, elə ki, Cabir ibn Abdullah əlin qoydu məzarın üzərinə. Qəşş elədi, yıxıldı yerə. Az sonra ayıldı, dedi, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Ey Peyğəmbərin balası. Həbibun la yucibu həbibə. Dost da öz dostuna cavab verməz Hüseyin. Axı, niyə mənə cavab vermirsən? Mən sənin ziyarətimə gəlmişəm. Və ənni ləkə bil cavab. Amma sən necə cavab verəsən ki, Hüseyin? Və qəd şuhitət əvdacükə alə əthbacikə. Halbuki boyun damarların, çiyinlərinin, omuzlarının üzərindən kəsilmişdi Hüseyin. Axı, başın bədənində deyil Hüseyin. Necə dostuma cavab verəsən ki, alə lənətullah qavmiz zalimin.